Salam dəyərli həmkarlar, hər vaxtınız xeyir olsun. Biz bugün fəaliyyət və onun növləri mövzusunun izahına baxırıq. Fəaliyyət və onun növləri dedikdə ağlımıza bizim 3 sahə gəlir. İdraki sahə, affektiv sahə, yəni emosional sahə, digəri isə psixomotor sahədir. İdraki sahənin digər adı isə yəni kognitiv fəaliyyət deməkdir. Testlərdə qarşınıza kognitiv fəaliyyət kimi də çıxa bilər ki, bu zaman bu məqamı qarışdırmayaq. Gəlin indi mövzunun izahına baxaq. Ümumiyyətlə bu sahələrə keçməzdən əvvəl taksonomiya nədir, ona baxaq. Taksonomiya sadədən mürəkkəbə doğru bir quruluşa malikdir. Yəni əvvəlcə daha sadə proseslərdir və bu proseslər zaman keçdikcə mürəkkəbləşir. Adi biz uşaqlara, 1-ci sinif uşaqlarına əvvəlcə məsələn hərf öyrədiriksə, düz xətti, əyri xətti çəkməyi öyrədirik və yaxud da hər hansısa bir kiçik riyaziyyatdan fiqurlar çəkməyi öyrədirik. Daha sonra isə zaman keçdikcə hərfləri öyrədirik. Hərfləri keçdikcə sözlər düzəltməyi öyrənirik həmin hərflərdən, daha sonra cümlələr qurmağı öyrədirik. Yəni və nəhayət gəlir artıq 11-ci sinifdə daha mürəkkəb biliklərə sahib olurlar. Yəni həmin bu taksonomiyada bu sistemə malikdir. Sadədən mürəkkəbə doğru. Əvvəlcə daha sadələr, daha zaman keçdikcə isə bu proseslər artıq mürəkkəbləşir. Biz bugün təkcə idraki sahənin izahına baxacağıq, amma növbəti dərslərdə isə affektiv sahə və psixomotor sahənin də izahını paylaşacağam. Bunun üçün kanala abunə olmağı unutmayaq ki, yeni gələn videolardan daim xəbərdar olasınız. Gəlin əvvəlcə indi idraki sahəyə baxaq. İdraki sahə bayaq da vurğuladığımız kimi digər adı kognitiv fəaliyyət deməkdir. İdraki sahə zehni fəaliyyətdir. Yəni insanın zehnini işə salan bir fəaliyyət nəzərdə tutur. Kiçik bir məlumat verim ki, emosional sahə insanın hisslərin idarə edilməsi ilə bağlıdır. Psixomotor sahə deyirik ki, deməli, insanın hərəkət fəaliyyətidir. Amma indi əsas idraki sahəyə baxaq. İdraki sahə insanın zehni fəaliyyətidir. Yəni idraki sahəsi, idraki güclü inkişaf etmiş şagird, izah etmə qabiliyyəti güclü olur, şərh etmə qabiliyyəti güclü olur. Məsələləri anlayır, dəyərləndirir, tətbiq edir, nə isə yaradır. Yəni bunların hər biri idraki sahə ilə bağlıdır. İdraki sahədə əvvəlcə sizə burada bir məqamı göstərmək istəyirəm. İdraki sahənin əvvəlki versiyası və yeni versiyası. Əvvəlki versiyası deməli 1956-cı ildə olmuşdur. Daha sonra isə təkmilləşdirilmiş versiyası isə 2001-ci ildə. İdraki ümumiyyətlə sahə Bloom'un adı ilə bağlıdır. Benjamin Bloom'un. Daha sonra onun şagirdləri Anderson və Kraftwell bu yeni təkmilləşdirilmiş 2001-ci ildə təkmilləşdirilmiş versiyanı hazırlamışlar daha doğrusu. Əvvəlki versiyada baxın, ancaq isimlərdən söhbət gedirdi. Biliş, anlama, tətbiq, təhlil, sintez və dəyərləndirmə. Amma hal-hazırda isə bunun daha təkmilləşdirilmiş versiyada xatırlamaq, anlamaq, baxın artıq feillərdən istifadə olunur. Tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və yaratmaq. Baxın, əvvəlcə sintez, yəni yaratmaqla dəyərləndirmək arasında fərq vardı. Əvvəl sintez idi, yəni yaratmaq idi, daha sonra dəyərləndirmə. Amma hal-hazırda təkmilləşdirilmiş versiyada ən üstün səviyyədə yaratmaq mərhələsi dayanır. Və baxın, burada qeyd olunub xatırlamaq, anlamaq, tətbiq etmək hələ aşağı təfəkkür səviyyəsinin inkişafını göstərir. Təhlil etmək, dəyərləndirmək, yaratmaq isə yuxarı təfəkkür səviyyəsinin inkişaf etdiyinin göstəricisidir. Deməli, indi isə baxaq bu hər birinin xüsusiyyətinə. Deməli, gəlirik birinci mərhələmiz xatırlamaq mərhələsidir. Xatırlamaq mərhələsi nədir? Xatırlamaq mərhələsi yadınızdadırsa, keçən dərslərimizdə biz bilik və onun növlərindən faktoloji bilik keçmişdik. Baxın, xatırlamaq mərhələsi faktoloji biliklə əlaqədardır. Yəni xatırlamaqda yada salmaq, əzbər biliklərə əsaslanmaq, sadalamaq, sıralamaq, hafizəyə əsaslanmaq, yəni bunlar nəzərdə tutulur. Bir növ indi nümunələrlə izah edək, görək ki, nə deməkdir bu? Xatırlamaqda deyirik ki, baxın, burada bir yer olmalıdır. Yalnız xatırlayır.
Əgər şagird ona keçirilən məlumatı heç bir dəyişiklik etmədən, öz sözlərlə ifadə etmədən olduğu kimi təqdim edirsə, bu yəni yalnız xatırlama mərhələsidir. Bu mərhələdə sadəcə yada salmaq və xatırlamaq tələb olunur. Yadınızdadırsa bu sözləri biz bayaq da vurğuladığım kimi bilik və onun növlərində, faktoloji bilikdə, yəni deklarativ bilikdə öyrənmişdik. Yada salmaq. Nədir yada salmaq? Deyirik ki, tutaq ki, uşaqlara sual veririk ki, riyaziyyatdan məsələn, müxtəsər vurma düsturlarını bizim üçün sadala, xatırla. Yəni müxtəsər vurma düsturları hansılardır? Şagird onu sadəcə yadına salacaq, xatırlayacaq və deyəcək. Və yaxud da deyirik ki, söz qəzəli kimə məxsusdur, ədəbiyyatdan sual veririk və yaxud da sual veririk ki, o hansı nəsr əsəridir ki, Məhəmməd Füzulinin hansı nəsr əsəridir ki, səhv etmirəmsə nəsr əsəri olmalıdır ki, allegorikdir. Yəni o da səhət və mərəz əsəri. Yəni bu kimi suallar vermək, şagirdlərə suallar verir. O isə yalnız xatırlayır bunu. Yalnızca xatırlayır, yadına salır ki, hansı əsər idi allegorik olan və bunun cavabını deyir. Başqa deyirik ki, biz əzbər biliklərdir. Yəni bayaq da dediyimiz kimi, 2 vur 2 neçə eləyir, 4 eləyir. Hamımızın artıq əzbər bildiyi bu avtomatikləşmiş bir şeydir bizdə. Daha sonra deyirik ki, sadalamaq, sıralamaq. Məsələn, deyirik ki, hər hansısa bir hadisəyə uyğun olaraq, məsələn, bu illərdə olan hadisələri sadala. O da başlayır, məsələn, sadədən mürəkkəbə doğru, yəni ardıcıl olaraq, filan ildə filan hadisə baş verdi, filan ildə bu hadisə baş verdi. Başlayır bizim üçün bunu sadalamağa. Və yaxud da, məsələn, yadına salmaq, müəyyənləşdirmək deyirik. Müəyyənləşdirmək demək nə deməkdir? Tutaq ki, bu da yenə də şagirdin əzbər biliklərinə əsaslanır. Yəni gündəlik bir prosesə əsaslanır. Məsələn, şagirdə sual verirəm ki, müəyyənləşdirməyə aid deyirəm ki, burada 2 geyim var. Sinifdə tutaq 2 geyim qalıb. Səhəri gün gəlib deyirəm ki, bunlardan hansı sənindir? Bu geyimlərdən hansı sənindir? O da sadəcə xatırlayacaq, yadına salacaq ki, mənim olan budur, müəyyənləşdirəcək ki, mənim tutaq geyimim budur. O həmin geyimi götürəcək. Yəni müəyyənləşdirmək də bu mənada biz işlədirik. Deməli, daha sonra biz deyə bilərik ki, hər hansısa bir qaydanın tərifini vermək. Tutaq şagirdlərə sual veririk. Qaydanın tərifini verəndə qoşma nəyə deyilir, sifət nəyə deyilir və yaxud da tutaq deyirik ki, bizim sadalamağa aid deyə bilərik ki, bizim hansı orqanlarımız var, məsələn, onları sadala. Yəni bu kimi xüsusiyyətlər. Bunların hər biri faktoloji biliyə aid olur. Faktoloji, daha doğrusu xatırlama mərhələsinə aid olur. Xatırlamaq mərhələsində, baxın, açar sözləri bir də vurğulayıram. Yada salmaq, əzbər biliklərə əsaslanmaq, sadalamaq, sıralamaq, daha sonra müəyyənləşdirmək, seçim etmək, hər hansısa bir qaydanın tərifini vermək. Bu kimi feillərlə biz rastlaşırıqsa, deməli bu xatırlama mərhələsinə aiddir. Xatırlamaq ümumiyyətlə biz bayaq təkmilləşdirilmiş versiyasını gördük. Taksonomiyanın. Hal-hazırda təlim nəticələri hazırlayan zamanda, alt standartımızdan təlim nəticəsi çıxardan zamanda biz bulum idrak taksonomiyasının həmin o mərhələlərinə uyğun, feillərinə uyğun hazırlayırıq. Daha sonrası ikinci gəlir anlamaq mərhələsi. Anlamaq mərhələsi isə biliyin növlərindən konseptual biliklə əlaqədardır. Konseptual bilik olaraq deyirik ki, biz anlamaqda başa düşmək deməkdir. Yəni adından göründüyü kimi nəyisə mahiyyətini dərk etmək, başa düşdüyünü izah etmək, şərh etmək, interpretasiya etmək. Yəni interpretasiya etmək öz sözləri ilə ifadə etmək deməkdir. Və bayaq da dediyimiz kimi konseptual biliklə əlaqədardır. Tutaq anlamaq mərhələsində necə olur? Baxın, deyirik ki, müqayisə etmək deyirik, təsnif etmək deyirik, nümunələr gətirmək deyirik. Tutaq deyirik ki, feilin təsriflənən feilə aid nümunələr gətir. Şagird təsriflənən feilin nə olduğunu bilirsə, bu artıq xatırlamaq mərhələsidir. Amma ona uyğun özündən nümunələr gətirirsə, bu artıq olur anlamaq mərhələsi. Və yaxud da tutaq elə bu kurikulumdan məntiq xətaları mövzusunu mən keçmişəm. Sizə tapşırıq olaraq verirəm ki, gələn növbəti dərsimizə uyğun olaraq hər kəs özündən nümunələr hazırlayıb gətirsin. Məsələn, və yaxud da düşünmə formalarına aid induktiv, deduktiv,
və yaxud da konvergent, divergent, verbal, qeyri-verbal, yəni bunların aid hər birinə aid özünüzdən nümunələr yazıb gətirin. Sizin artıq özünüzdən nümunələr yazına bilməyiniz, müəyyən izahlar gətirməyiniz artıq olur anlamaq mərhələsi. Və yaxud da nəyisə müqayisə edilməsini deyə bilərik. Müqayisə olaraq deyə bilərik ki, tutaq hər hansısa bir iki əşyanı müqayisə edin. Bunlarla bunun arası, bu əşya ilə bu əşya arasında oxşar və fərqli cəhətləri tapın. Məsələn, deyirsən ki, biri düzbucaqlı formasındadır, biri tutaq kvadrat formasındadır, bu qırmızı rəngdədir, bu mavi rəngdədir. Başlayırsınız yəni bir-birindən bu fərqli xüsusiyyətləri saymağa. Bu eyni zamanda mövzularla da əlaqədar ola bilər. Eyni zamanda mən deyə bilərəm ki, məsələn, məntiqi təfəkkürlə tənqidi təfəkkürün fərqli və oxşar xüsusiyyətlərini tapın, müəyyənləşdirin. Baxın, oxşar və fərqli xüsusiyyət müəyyənləşdirmək feili bayaqları xatırlamaq mərhələsində də demişdik. Orada dedik ki, müəyyənləşdirmə dedik ki, tutaq ki, bu geyimlərdən hansı sənindir, müəyyənləşdir. Bu artıq xatırlamaq mərhələsidir. Yox, əgər mən deyirəmsə, müqayisə etmək üzrə müəyyənləşdirmək deyirəmsə, bu isə anlamaq mərhələsinə uyğun gəlir. Daha sonra bir şeyin mahiyyətini anlamaq, izah etmək, dərk etmək, bunlar hər biri də bayaq da qeyd etdiyimiz kimi anlamaq mərhələsinə uyğun gəlir. Anlamaq mərhələsində açar sözlər kimi qeyd edirəm. Anlamaq mərhələsində biz deyirik ki, müqayisə etmək, qruplaşdırmaq, qaydadan istifadə etmək, bir də yadınızda saxlayın, düsturdan istifadə etmək də hal-hazırda anlamaq mərhələsində öyrənilir. İnterpretasiya etmək, izah etmək, yəni bunların hər birinə diqqət yetirsəniz, biz anlamaq mərhələsini daha tez bir zamanda situasiya qarşımıza çıxanda tapa bilərik. Daha sonra üçüncü mərhələmiz gəlir tətbiq etmək mərhələsi. Tətbiq etmək mərhələsi isə adından göründüyü kimi artıq tətbiqə keçir, öyrəndiklərimizi tətbiq edirik və bu da biliyin növlərindən prosedural biliklə əlaqədardır. Hər hansısa bir işi icra etmək, onun ardıcıllıqla yerinə yetirmək nəzərdə tutulur. Daha doğrusu tətbiq etmək mərhələsi. Tətbiq etmək mərhələsində biz deyirik ki, sxemlərdən istifadə etmək, diaqramlardan istifadə etmək, cədvəllərdən istifadə etmək tətbiq etmək mərhələsinə uyğun gəlir. Tətbiq etmək mərhələsində prosedural bilik kimi müəyyən bir ardıcıllıq var. Və zaman keçdikcə hətta bu da avtomatikləşə bilir. Tətbiq etmək mərhələsi deyə bilərik ki, məsələn, səhnələşdirmək, öyrəndiyin əsəri səhnələşdir və yaxud da hər hansı bir qayda öyrənmişəmsə, həmin qaydadan istifadə edərək məsələni həll edirəmsə, bu da artıq deməli tətbiq etmək mərhələsinə uyğun gəlir. Və yaxud da məsələlərlə bağlı sxem çəkmək, daha sonra məsələləri həll etmək. Bunlar hər biri nəzərdə tutulursa, yəni burada bir ardıcıllıq varsa, müəyyən bir addım-addım mərhələ varsa, bu tətbiq etmək mərhələsinə uyğun gəlir. Bayaq da qeyd etdiyimiz kimi sxemlərdən, cədvəllərdən, diaqramlardan istifadə etmək, nəyisə səhnələşdirmək, nümayiş etmək, məsələləri həll etmək, sxem çəkmək, daha sonra hər hansısa bir işi icra etmək, yəni bunlar hər birini biz tətbiq etmək mərhələsinə aid edirik. Növbəti bizim 4-cü mərhələmiz bu üçü xatırlamaq, anlamaq, tətbiq etmək hələ aşağı təfəkkür səviyyəsidir. 4-cü mərhələmiz təhlil etmək mərhələsidir. Təhlil etmək mərhələsi isə artıq bu yuxarı təfəkkür səviyyəsinə keçid edirik. Deməli, təhlil etmək mərhələsi hissələrə ayırmaq deməkdir. Yəni, deməli, təhlil etmək, yadınızdadırsa biz analitik, məntiqi təfəkkürdə analitik düşünmə forması öyrənmişdik. Orada deyirdik ki, müəyyən məsələni hissələrə bölür, daha sonra təhlil edir. Bu da təhlil etmək mərhələsində elə burada da demək olar ki, eyni mənanı kəsb edir. Biz hissələrə parçalayırıq, hər hansısa bir məsələni təhlil etmək üçün onun analiz edirik və ən yaxşısını seçməyə çalışırıq. Tutaq ki, bu müəyyənləşdirmə feilinin növbəti bir mərhələ olaraq da biz təhlil etmə mərhələsinə rast gəlirik. Deyə bilərik ki, tutaq, əsərə uyğun olaraq müəllifin mövqeyini müəyyənləşdir. Müəllifin mövqeyini müəyyənləşdirmə, yəni orada müəyyənləşdirmə feilini görüb biz həmən gedib anlamaq mərhələsi və ya xatırlama mərhələsi axtarmayaq. Baxaq görə bizdən situasiyada nə istəyir? Desək ki,
Müəllifin mövqeyini müəyyənləşdir. Bu artıq olur təhlil etmə mərhələsi. Və yaxud da deyirik ki, bir də yadınızda saxlayın ki, təhlil etmə mərhələsində ən çox qüvvətləndirici ədədlərdən istifadə olunur. Ən, lap, daha, çox, yəni ən yaxşısı, daha yaxşısı, lap güclüsü, yəni bunlardan istifadə olunur. Tutaq deyirəm ki, hər hansısa bir nümunə gətirək, ən yaxşısını üzə çıxartmaq. Ya bizə iki bir məsələ verilib. İki məsələdən deyirəm ki, tutaq ən yaxşısını seç. Sənə ən uyğun olanını seç. Yəni bunlar hər biri təhlil etmə mərhələsinə aiddir. Və yaxud da nəyinsə müqayisə edilməsini deyə bilərəm ki, müqayisə edib daha sonra özün üçün ən uyğun olanını seç, daha yaxşısını seç, lap yaxşısını seç. Yəni bu kimi daha doğrusu biz ədatlar görürüksə, ən, lap, daha çox, bunlar hər biri təhlil etmə mərhələsinə aiddir. Təhlil etmə mərhələsində mütləq şəkildə verilən hadisələrdən biz birini önə çıxarırıq. Yəni ona biz tutaq şagirdə bir neçə seçim veririksə, bu seçimlərdən birini mütləq şəkildə önə çıxardacaq. Biz deyə bilərik ki, şagirdə bayaq dedik sxem çəkmək, tətbiq etmək mərhələsindədir. Əgər mövzunun əlaqədar hər hansısa bir sxem çəkirsən, bu tətbiq etmək mərhələsinə uyğundur. Yox desək ki, daha həlledici məqamları göstərən sxem hazırla, bu artıq olur təhlil etmək mərhələsi. Deməli, təhlil etmək mərhələsi və dəyərləndirmək mərhələsindən bir-birinə qarışdırılan iki məqam var. Deməli mövqeyi müəyyənləşdirmək. Əgər desək ki, şagirdə desək ki, sən öz mövqeyini müəyyənləşdir, öz mövqeyini bildir məsələ ilə bağlı, bu olur dəyərləndirmək mərhələsi. Yox desək ki, məsələn, bu əslində ədəbiyyat dərslərində olur ki, müəllifin mövqeyini müəyyənləşdir, müəllifin fikrini müəyyənləşdir. Bu artıq olur, yəni başqasının fikrini müəyyənləşdirmək, başqasının fikrini demək ki, üzə çıxartmaqdırsa, bu artıq təhlil etmək mərhələsinə uyğun gəlir. Təhlil etmək mərhələsinin açar məqamları analiz etmək, hissələrə ayırmaq, ən yaxşısını seçmək, daha yaxşısını seçmək, lap güclüsünü seçmək və birini önə çıxartmaq nəzərdə tutulur. Bir də həlledici məqamları göstərən sxem hazırlamaq da təhlil etmək mərhələsinə uyğun gəlir. Bizim növbəti mərhələmiz dəyərləndirmək mərhələsidir. Dəyərləndirmək mərhələsində deyirik ki, öz münasibətini bildirir. Baxın, öz mövqeyini bildirmək, öz fikrini əsaslandırmaq, öz münasibətini müəyyənləşdirmək dəyərləndirmək mərhələsinə uyğun gəlir. Burada deyirik ki, qiymətləndirmək də ola bilər. Hər hansısa bir məsələ ilə bağlı özü qiymətləndirmə aparırsa, öz münasibətini bildirirsə, dəyərləndirmə mərhələsidir. Və ən əsas da biz deyirik ki, dəyərləndirmə mərhələsi debatlardır. Debatlarda iştirak etməkdir. Çünki debatlarda insan öz dediyi, məsələn, arqumenti əsaslandırmalıdır. Dediyi fikri əsaslandırmalıdır ki, bunu mən nə üçün deyirəm? Artıq şagirdin yenə də burada öz fikrini əsaslandırılmasını deyilsə, öz mövqeyini bildirməsini deyilsə, artıq deyə bilirik ki, debatlarda iştirak etmək də dəyərləndirmə mərhələsinə uyğun gəlir. Əgər bir şagird məsələ ilə bağlı, hər hansısa bir məsələ ilə bağlı öz arqumentlərini də gətirirsə, yenə də bu dəyərləndirmə mərhələsinə uyğun gəlir. Bir də vurğulayıram, öz fikirlərini əsaslandırsın. Baxın, əsaslandırmaq feili var. Öz fikirlərini əsaslandırır, öz mövqeyini bildirir, öz münasibətini bildirir, öz yanaşmasını deyir. Yəni bunlar hər biri qiymətləndirir hər hansısa bir məsələni. Bunlar hər biri dəyərləndirmək mərhələsinə uyğun gəlir. Dəyərləndirmək mərhələsi əsasən tənqidi təfəkkürlə bağlı olur. Və son olaraq da bizim sonuncu ən yüksək mərhələmiz yaratmaq mərhələsidir. Yaratmaq mərhələmiz isə deməli yaradıcı təfəkkürlə bağlıdır. Yaradıcı təfəkkürdə olduğu kimi burada da eynidir. Daha təkrar fikirlər söyləmək istəmirəm ki, sizi yormayım. Amma belə ümumi məlumat versək, yaradıcı təfəkkür deyirik ki, daha doğrusu yaratmaq mərhələsi deyirik ki, əşyalardan qeyri-adi istifadə etməkdir. Daha sonra qeyri-standart yanaşma ortaya qoymaqdır, fərqli yollar axtarmaqdır, fərqli yollar tapmaqdır. Keçən dəfə dediyimiz kimi, yaradıcı təfəkkürdə dediyimiz kimi, hər hansısa bir otağı dizayn etməkdir, nə isə dizayn etməkdirmi, nə bilim bir kafenin, restoranın, şəxsi kabinetin, ofislərin dizayn edilməsi, bunlar hər biri yaratmaq mərhələsinə aiddir. Bundan əlavə yaratmaq mərhələsində biz deyə bilərik ki, plan tərtib etmək. Plan tərtib edilməsi də, yəni yeni bir nələrinsə plan tərtib edilməsi də yaratmaq mərhələsinə uyğun gəlir. Yaratmaq mərhələsinə uyğun olaraq, məsələn, testlərdə qarşımıza belə çıxa bilər ki, mətnə uyğun sonluq tərtib edin. Tutaq, mən bir şagirdə mətn verirəm və bu əsasən ibtidai siniflərdə daha çox istifadə olunur. Şagirdlərə mətn verirəm və deyirəm ki, bu mətnə uyğun olaraq, yəni sizcə hadisə necə davam edəcək?
Sizcə bu hadisələrdən və yaxud da hər hansısa bir dinləmə mətni şagirdlərə vermişəm. Mətn qoymuşam, audio materiallardan istifadə edib mətn dinləyirlər. Yarıda saxlayıram mətni, deyirəm ki, sizcə bu hadisələr necə davam edəcək? Yəni bu artıq şagirdin özü nələrsə yaradacaq, bu formada davam edə bilər, belə ola bilər. Yeni nələrsə düşünüb yaratması olur artıq yaratmaq mərhələsi. Ümumi bu qədərdir. Yəni xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və yaratmaq. Burada olan feillərə, daha sonra açar məqamlara, həlledici məqamlara diqqət yetirin ki, bizim qarşımıza üçlü testlər çıxacaq. Üçlü testlərdə bizdən məsələn istəyəcək biliyin növünü, fəaliyyətin növünü, təfəkkürün növünü müəyyənləşdirin və yaxud da hətta ora inteqrasiyanı da gətirib sala bilərlər. Üçlü testləri daha rahat şəkildə həll etmək üçün diqqətli olmaq lazımdır. Məsələn, bilirik ki, artıq orada tətbiq etməkdən söhbət gedirsə, biləcəyik ki, tətbiq etmək deyirsə, avtomatik olaraq elə prosedural biliyi götürəcək. Bəzən testlərdə qarışdırmaq üçün sizə verə bilər ki, anlamaq mərhələsi prosedural bilik. Məsələn, bu variantı görmək üçün biz oradan çıxmalıyıq. Həmin variantı nəyə görə? Çünki anlamaq mərhələ burada anlamaqdan söhbət gedirsə, idrak taksonomiyasını anlamaq mərhələsindən söhbət gedirsə, orada prosedural yox, artıq konseptual, daha doğrusu, konseptual biliklə əlaqəli olmalıdır. Yəni bunların da hər birində diqqətli olmağınızı tövsiyə edirəm. Bu qədər dəyərli müəllimlər. İnşallah növbəti dərslərimizdə görüşərik.